Salam dəyərli müəllimlər. Bugünkü dərsimiz Karol Dweck'in düşüncə tərzi nəzəriyyəsidir. İlk öncə gəlin baxaq, bu Karol Dweck kimdir? Karol Dweck Stanford Universitetinin psixologiya kafedrasının bir professor olmuşdu. Təxminən 30 il ərzində o şagirdlərin çətinliklə, uğursuzluqla qarşılaşdığı zaman necə reaksiya verdiyi barədə maraqlanıb və təcrübələr aparmışdı. Karol Dweck'in araşdırması göstərir ki, bəzi şagirdlər ən xırda maneələrdə, uğursuzluqlarda, məyusluq yaşadığı halda, təslim olduqları halda, bəzi şagirdlər isə çətinliklə rastlaşanda o tapşırığa daha çox bağlanırlar, daha çox cəhd etməyə çalışırlar. Və o minlərlə şagirdin müşahidə etdikdən sonra, təcrübələr apardıqdan sonra, minlərlə şagirdin davranışı üzərində təcrübə apardıqdan sonra artıq belə bir qənaətə gəlir ki, insanların öz öyrənmələri və intellektlərinə baxışı iki termindən müəyyənləşdirilir, ümumiləşdirilir. Bu terminlər hansılardır? İnkişafa açıq düşüncə tərzi, bir də inkişafa qapalı düşüncə tərzi. Karol Dweck fikirləşirdi ki, şagirdlər daha zəkalı, intellektual ola biləcəklərinə inandıqda artıq başa düşürlər ki, bunun üçün çoxlu əmək sərf etmək lazımdır. Buna görə də daha çox vaxt sərf edib, daha çox səy göstərib, daha çox cəhd edib, işlər görürlər və sonunda yüksək nəticələr əldə edirlər. Nevrologiya sahəsindəki son araşdırmalar göstərir ki, insan beyni həqiqətən də inkişaf edən bir orqandır. Çünki beyni təşkil edən neyronlar arasında əlaqə zamanı və praktika ilə dəyişə bilir. Yəni, insan beyni dəyişə bilir. Qapalı düşüncə tərzindən açıq düşüncə tərzinə keçə bilir. Yəni, praktika etməklə yeni neyronlar arası əlaqə yaradar, mövcud neyronlar arasında olan əlaqəni isə gücləndirə bilərik. Və bu nə deməkdir? Bu da o deməkdir ki, artıq beynimizdə bu cür güclü neyronlar arası əlaqəni yaratmaq üçün özümüz bir neçə amilə, məsələn, qidalanmaya, yuxu rejiminə və yaxud da düzgün öyrənmə strategiyalarına tətbiq etməyə fikir versək və biz öz düşüncə tərzimizi, beynimizi inkişaf etdirə bilərik. Baxaq görək indi qapalı düşüncə tərzinə sahib şagirdlər necə olur? Qapalı düşüncə tərzinə sahib şagirdlər akademik çətinliklərlə qarşılaşdıqda çox tez ruhdan düşürlər, məyus olurlar və çünki fikirləşirlər ki, onların qabiliyyəti yüksək deyil ya da vəziyyəti dəyişmək üçün heç bir şey edə bilməzlər. Ona görə də müəllimlər şagirdlərdən tez-tez mən bu fənni bacarmıram, mən bu fənni qavraya bilmirəm, bu mənlik deyil kimi ifadələr eşidirlər, şərhlər eşidirlər. Amma inkişafa açıq düşüncə tərzinə sahib olan şagirdlər isə əksinə bu cür hallarda təslim olunurlar, məyus olunurlar. Əvəzində nə edirlər? Öz strategiyalarını dəyişdirirlər, yeri gələndə müəllimdən yardım istəyirlər, əlavə mənbələr axtarırlar, tapırlar və öyrənməyə daha çox cəhd edirlər. Qapalı düşüncə tərzinə sahib şagirdlər, həm də açıq düşüncə tərzinə sahib şagirdlərin bu şagirdlər əldə etdikləri informasiyanı necə əldə etməsinə, necə analiz etməsinə görə bir-birlərinə fərqlənirlər. Çünki öyrənmə nəticələrinin öz nəzarətlərində olduğuna inanan şagirdlər, yəni onlar fikirləşirlər ki, bizim əlimizdədir, öyrənmə bizim əlimizdədir. Həmin şagirdlər öyrənməyə daha çox səy göstərirlər. Daha çox təkrar edirlər, müxtəlif öyrənmə strategiyaları axtarırlar, tapırlar, tətbiq edirlər. Amma qapalı düşüncə tərzinə sahib şagirdlər isə artıq bunların heç birinin nə isə yarayacağına, nə isə faydalı olacağına inanmırlar və ona görə də heç bir təlim strategiyasından, heç nədən istifadə etmirlər. Sadəcə uğursuzluqlarını qəbullanırlar, məyus olurlar və təslim olurlar. Düşüncə tərzinin biz iki fərqli növə ayrıldığını bilirik və düşünürük ki, bu sadəcə şagirdlər üçündür. Xeyr, bu böyüklər üçün də özünü göstərir. Necə göstərir? Böyüklərin iş həyatında, şəxsi həyatında düşüncə tərzinin fərqli olduğunu biz artıq müşahidə edə bilərik. Məsələn, belə deyək ki, müəllimlərin bir çoxu özlərinin peşəkar fəaliyyətləri ilə bağlı bəzi fikirlər söyləyirlər ki, mən 20 ilin müəllimiyəm, təlimlərdən daha nə öyrənə bilərəm ki? Və yaxud da bu şagirdlərə heç bir üsul işləmir, onlar öyrənə bilmirlər və öyrənməyəcəklər də. Onu öyrətmək mümkün deyil. Bu cür fikirlər səsləndirirlər və bu o deməkdir ki, artıq böyüklərin də, belə müəllimlərin də düşüncə tərzi inkişafa qapalıdır.
inkişafa, yəni inkişaf etdirməyə qapalıdır. Yəni qapalı düşüncə tərzinə sahibdirlər. Bəs gəlin baxaq görək indi inkişafa açıq tipli düşüncə tərzi necə olur? O insanlar hansı fikirlərə sahibdirlər? Həmin insanlar çətinliklərdən qorxmurlar. Səhvlər edəndə səhvlərindən öyrənirlər, rəylərə qulaq asır və verilən rəylərdən nəticə çıxarırlar. Öyrənməyə maraq göstərirlər. Uğursuzluqlar yaşayanda təslim olmurlar. Hələ ki bacarmıram deyirlər. Amma qapalı düşüncə tərzinə sahib insanlar necə olur? Onlar çətinliklərdən yayınırlar, qorxurlar, səhv etməkdən qorxurlar. Fikirləşirlər ki, səhv edərlərsə başqalarının gözündə axmaq və yaxud da zəif kimi görünərlər. Risk etməkdən çəkinirlər, rəyləri qulaq ardına vururlar, asanlıqla təslim olurlar, məyus olurlar və sonunda bacarmaram deyirlər. Bəs düşüncə tərzini dəyişdirmək mümkündürmü? Belə bir sual ortaya çıxır. Təbii ki, mümkündür. Carol Dweck müəyyənləşdirmişdi ki, şagirdlər xarakter və intellektlərinin dəyişə biləcək bir şey olduğuna əmin olduqda, inandıqda, onlarda akademik fəaliyyət daha yüksək olacaq və bunun düzgün lazımi müdaxilə edildikdə və şagirdlərə düzgün rəy verildikdə, onlar qapalı düşüncə tərzindən açıq düşüncə tərzinə keçə bilərlər. Bəs inkişafa açıq düşüncə tərzinə keçmək üçün biz şagirdlərə necə kömək edə bilərik və inkişafa açıq tipli sinif necə formalaşdırmaq olar? Bunun üçün bir neçə strategiyalar var, bir neçə strategiya tətbiq etmək lazımdır. İlk növbədə şagirdlərə intellektin, zəkanın dəyişə bilən olduğunu anlatmaq lazımdır. Bir sözlə biz şagirdlərə beyin elastikdir, yəni beynin elastik olduğunu şagirdlərə başa salmalı, çatdırmalıyıq. Hətta bunun üçün biz bir təcrübə də apara bilərik ki, deyək ki, süngəri götürürük, şagirdlərə təcrübə olaraq süngəri götürürük, suyun içərisinə salırıq və görürük ki, süngər suyun içərisinə getdikdən sonra artıq böyüməyə başlayır. Və biz bu zaman şagirdlərə başa salırıq ki, nə qədər çətin tapşırıqlar olsa belə, nə qədər informasiya olsa belə, beynimiz elastikdir. Yəni biz beynimizə hər bir informasiyanı toplaya bilərik. Amma görürük ki, bunu necə edə bilərik? Məşqlər etməklə, təkrarlar etməklə, çoxlu təlim strategiyalarından istifadə etməklə biz beynimizi lazımi məlumatlarla doldura bilərik. Yəni beyin elastikdir və nə qədər informasiya toplasaq, o qədər geniş olacaq. Bəs sonra müəllim həmin süngəri sudan çıxarır və görürük ki, süngər sudan çıxdıqdan sonra qurumağa başlayır və büzüşməyə başlayır və müəllim başa salır ki, insan beyni də belədir. Yəni təkrar etmədikcə, oxumadıqca, daha sonra məşq etmədikcə insan beyni də bu süngür kimi bürüşür və quruyur. Sonra belə bir başqa bir misal deyə bilərik ki, biz əzələ ilə müqayisə apararaq deyə bilərik ki, əzələni necə zamanla biz məşq edərək əzələ yığırıq və həmin əzələ müəyyən bir ağırlıqlara tab gətirir və biz beynimizi də əzələ ilə müqayisə etsək, görərik ki, zaman-zaman biz beynimizdə də məşqlər aparsaq, çoxlu təkrarlar etsək, bizim beynimiz də müəyyən tapşırıqların öhdəsindən gəlməyə və yaxud da informasiyanı toplamağa qadir olacaq. Sonra digər bir məsələ nə ola bilər? Biz şagirdlərə öyrənmə prosesində risk götürmək mədəniyyətini formalaşdıra bilərik. Risk götürmək mədəniyyəti nədir? Yəni şagird səhv etməkdən qorxmamalıdır. Öyrənmə yolunun səhvlərdən keçdiyini başa düşməlidir. Etdiyi səhvlərlə hədəfə çatmaq üçün lazımı olan bir vasitə kimi istifadə etməlidir. Biz bunu şagirdlərə başa salmalıyıq, öyrətməliyik. Şagirdlərə öyrətmək lazımdır ki, hər yeni sinifə keçdikcə, sinifdən sinifə keçdikcə bizim keçdiyimiz mövzular təbii ki, mürəkkəbləşir, dərslər çoxalır, genişlənir və təbii haldır ki, ilk cəhdlərimiz uğursuz ola bilər, ilk öyrəndiyimiz informasiyanı biz yanlış məlumat verə bilərik, səhv öyrənə bilərik və yaxud da səhv təqdim edə bilərik. Amma bu o demək deyil ki, biz hər vaxt səhv edəcəyik. Bir dəfə səhv edərik və səhvlər üzərində öyrənərik. Gələn dəfə səhvimizi düzəldərik və daha da təkmilləşərik. Müəllim də bunu şagirdlərə başa salmalıdır ki, yəni qorxmayın, risk etməkdən qorxmayın, səhvlərdən qorxmayın, çəkinməyin. Səhvlərinizi bir sizi öyrənməyə aparan bir üsul kimi, vasitə kimi görün. Və növbəti bir misal da çəkir ki, misal gətirmək olar ki, məsələn deyək ki, balaca uşaqlar yeriməyə öyrənənə qədər nə edirlər? 50 dəfə yıxıla bilirlər, yıxılırlar, dururlar, amma lakin heç vaxt yerimək mənim işim deyil, bunu bacarmayacağım demirlər.
Əksinə, öyrənənə qədər cəhd etməyə davam edirlər. Bu deməkdir ki, şagirdlərdə öyrənmə zamanı bir maneəyə rast gələndə təslim olmamalıdırlar. Risk edərək səhvləri təbii qarşılamalı və daha çox əmək sərf etməli olduqlarını başa düşməlidirlər. Və bəzən də biz eyni zamanda burada müəllimin də şagirdlərə verdiyi konstruktiv rəylər əsas əhəmiyyət daşıyır. Necə ki, biz uşaqlar yıxılanda, yıxılır durur, biz ona şən reaksiya veririk, gülürük, sevinirik. Biz eləcə də şagirdlər səhv cavab verəndə biz şagirdi müsbət qarşılamalıyıq. Yəni ona neqativ şərhlər verməməliyik ki, şagird prosesdən yayınmasın və utanmasın. Sonra nəzərə alınması lazım olan digər bir məsələ nədir? Biz şagirdləri tərifləyərkən düzgün tərifləmə növündən istifadə etməliyik. Biz şagirdə sən çox ağıllısan, zəkalı uşaqsan, səndən yoxdur. Belə bir rəy verərkən biz şagirddə düzdür, stimullaşdırıcı effekt yaradırıq. Amma son araşdırmalar göstərir ki, bu cür təriflər şagirdlərə risk etmək imkanı vermir. Çünki biz şagirdlərə sən zəkalısan, sən çox ağıllısan kimi tərifləmələr verəndə şagird elə başa düşür ki, o müəllimin gözündə bir ağıllı bir uşaqdır, ağıllı şagirddir və fikirləşir ki, mən bu çətin tapşırığı yerinə yetirsəm və yaxud da səhv etsəm, müəllimin gözündən düşə bilərəm. Ona görə də həmin şagirdlər risk etməyə çəkinirlər. Səhv etməkdən qorxurlar və onlara düzgün tərifləmə növündən istifadə etmək lazımdır ki, həmin şagirdlər risk götürməkdən qorxmasınlar, çəkinməsinlər. Carol Dweck müxtəlif tərif metodlarını şagirdlərə akademik nəticələrinə təsirini müəyyən etmək üçün 4 mərhələdən ibarət bir təcrübə aparır. Bu təcrübəni 5-ci sinif şagirdlərini bir yerə toplayaraq edir. Təcrübənin birinci mərhələsində onlara 10 sualdan ibarət test verir, hansı ki çətin tipli test olur və bu nəticələr əldə olunduqdan sonra şagirdləri 2 qrupa bölür. Birinci qrupa ağlına görə təriflənən şagirdləri yığır. İkinci qrupa isə çalışqanlığına görə təriflənən uşaqları yığır, şagirdləri yığır. Ağlına görə təriflənən hansılar idi? Biz bayaq da dedik ki, sən zəkalısan, sən çox ağıllısan, sən bu nəticəni ağıllı olduğuna görə əldə etmisən. Belə bir tərifə veririksə, biz şagirdin ağlına görə tərif veririk. Və yaxud da desək ki, sən belə yüksək nəticəni çalışqan olduğuna görə əldə etmisən, sən çox çalışqansan. Belə tərifləmə verməyimizsə, şagirdin çalışqanlığına görə vermiş oluruq bu tərifləməni. Bu Carol Dweck-də şagirdləri 2 qrupa bölür. Həm ağlına görə təriflənənlər, o birisi qrup isə çalışqanlığına görə təriflənən qruplar və təcrübənin ikinci mərhələsində bütün şagirdlərlə yenidən test keçirir və onlara 2 seçim verir. Çətin və asan testləri seçin. Seçim verilərkən şagirdlərə deyilir ki, birinci seçim çətindir, lakin yeni şey öyrənmənizi təmin edir. İkinci seçim isə asandır və böyük ehtimal suallara asanlıqla cavab verəcəksiniz. Ağlına görə təriflənənlər 67% asan testi seçir. Çalışqanlığına görə təriflənənlər isə 92% çətin testi seçmiş olur. Və biz burada tərifləmə zamanı düzgün sözlərdən istifadənin şagirdlərin seçim etməsinə necə təsir etdiyini müşahidə edirik. Carol Dweck də bunu belə izah edir ki, şagird düşünür ki, sən məni ağıllı, istedadlı hesab edirsən və buna görə məni dəyərləndirirsən. Ona görə də sənin gözündən düşməməyə çalışmalıyam. Nəticədə onlar yeni cəhdlər etməyə qorxur və özlərində çalışmırlar və asan testi seçirlər. Yəni ki, uşaq gözdən düşməmək üçün ən təhlükəsiz variantı seçir, riskə getmir. Çalışqanlığına görə təriflənən uşaqlar isə başqa cür düşünür. Onlar düşünürlər ki, nailiyyətləri özü üzərində işləməkdən asılıdır. Yəni nə qədər çox çalışsa, o qədər çalışqanlığına görə dəyərləndiriləcəklər və nəticələr də yüksək olacaq. Və təcrübənin artıq 3-cü mərhələsində bütün şagirdlərə həll edilməsi artıq mümkün olmayan testlər verilir. Yəni şagirdlərin bu testi keçmə ehtimalı yoxdur. Demək olar ki, belə bir testin verilməsi şagirdlərin uğursuzluğu necə qarşılayacaqlarını, necə qəbul etməsini müşahidə etmək məqsədi ilə aparılır. Çalışqanlığına görə təriflənən qrupda şagirdlərin hər biri testi etmək üçün daha çox və uzun müddət çalışdıqlarını müşahidə edirik. Amma ağlına görə təriflənən uşaqlar isə
Qrupda bu uşaqlar testi keçmədiklərinə görə çox üzülürlər və qısa müddətdə çalışdıqdan sonra testi həll etməkdən imtina edirlər. Yəni artıq çətinliyə dözmürlər və çətinliyə rast gələndə, maneəyə rast gələndə artıq imtina edirlər və təslim olurlar. Təcrübənin artıq 4-cü mərhələsi, sonuncu mərhələsində şagirdlərə yekun A2 testi verilir. Bu testdə ilk verilən testlə eyni olur. Necə ki, ilk mərhələdə müəllim asan test vermişdi və yaxud təcrübəçi asan test vermişdi. 4-cü mərhələdə də asan test verir və nəticədə ağlına görə təriflənən qrupda birinci testlə müqayisə şagirdlərin göstəricilərin 20% aşağı düşdüyünü görürük. Amma çalışqanlığına görə təriflənən qrup isə 30% artım göstərdiyi müşahidə olunur və artıq bu təcrübədə biz tərifləmə metodunun şagirdin risk etmə bacarığına, etdiyi səhvlərə münasibətinə, özünə inamına necə təsir etdiyini görürük. Və buna əsasən bir nəticəyə gəlmək olar ki, şagirdlərə açıq düşüncə tərzini inkişaf etdirmək üçün hətta tərifləmə zamanı belə etdiyimiz hərəkətlərə, dediyimiz sözlərə diqqət etməyimiz vacibdir. Sonra inkişafa açıq düşüncə tərzinin olduğu sinif necə olmalıdır? Digər bir xüsusiyyəti nədir? Burada şagirdlərə gözləmə vaxtının verilməsidir. Yəni, müəllim şagirdlərə sual verəndə mütləq ki, gözləmə vaxtını verməlidir. Gözləmə vaxtı verməyəndə artıq şagirdlər fikirləşirlər ki, mən suala cavab verəcəkdim, amma vaxtım olmadı. Deməli, onlara düşünmə vaxtı verilmir. Bu zaman müəllim nə etməlidir? Dedik ki, şagirdlərə düşünmə vaxtını verməlidir. Bu çox vacib bir məsələdir. Sonra uğura gedən yolda müəllimlərin şagirdlərə verdikləri rəylər də mühüm rol oynayır, mühüm əhəmiyyət daşıyır. Rəy dedikdə biz nə dedik? Rəy şagirdə verilən, göstərilən istiqamətdir, yoldur. Biz şagirdə konstruktiv rəy verməliyik, gələcəyə yönəlik verməliyik, idraki fəallığına uyğun rəy verməliyik. Və bu da inkişafa açıq düşüncə tərzini formalaşdıran üsullardan biridir. İnkişafa açıq düşüncə tərzində olan sinifin bir cəhəti də qiymətləndirmədə hələ sözündən istifadə edilməsidir. Müəllim şagirdləri nail ola bilmədikləri bir bacarıq və ya həll edə bilmədikləri bir tapşırığı şərh edərkən hələ ki bacarmıram, hələlik nəticə ala bilməmişəm kimi ifadələrdən istifadə etməyi öyrətməlidir. Bu hələ ki sözü çox vacib bir ifadədir. Biz şagirdlərə rəy verərkən onlara hələ ki bacarmısan, müəyyən vaxt ərzində məşq etsən, daha çox cəhd etsən, sən inanıram ki, bacaracaqsan. Yəni ki, hələ sözündən müəllim mütləq şəkildə rəy verirkən istifadə etməlidir. Və artıq biz bu nəzəriyyədə nəyi gördük? İntellektin dəyişə bilən bir xüsusiyyət olduğunu gördük və bu xüsusiyyəti biz necə dəyişdirə bilərik? Öyrənmə prosesini düzgün şəkildə qurmaqla, sinifdə müvafiq öyrənmə mühiti yaratmaqla və öyrənmədən həzz almaq imkanını şagirdlərə yaratmaqla biz inkişafa açıq düşüncə tərzini formalaşdıra bilərik. Bu da oldu müəllimlər Karol Dweck'in düşüncə tərzi nəzəriyyəsi. Sağ olun, salamat qalın.